Hər vaxtınız xeyirli olsun əziz tələbələr. Bugün sizlərlə Manna dövləti haqqında qısa konspektlərimizi bildirəcəyəm. İlk növbədə demək istəyirəm ki, zəhmət olmasa mənim dediyim bütün hər şeyi özünüzə konspekt etsəniz, daha yaxşı və uğur nəticə əldə edərsiniz. Aha, başlayırıq. Uşaqlar, Manna dövləti eradan əvvəl 9-cu əsrdə meydana gəlmişdir. Harada? Urmiya gölünün cənubunda. Manna dövləti əsasən gördüyünüz xəritədə göstərim sizə, baxın. Görürsünüzmü Mannanı? Baxın bu hissədə. Manna burada yerləşir. Manna dövlətini hətta Lulubilər ölkəsi adlandırırdılar və Mannanın yaranışı eradan əvvəl 9-cu əsrdən ta ki eradan əvvəl 590-cı ilə qədər olmuşdu. Manna dövləti yaranan zaman onun tərkibində müxtəlif vilayətlər vardı. Bunları biz aid edirik. Deməli, Bara, Gizan, Buşdu, Andiya, Missisupi və s. Onlardan ən böyük və ən güclüsü olmuşdur Zamya vilayəti. Aydındır. Əsasən Mannanın yaranışı isə eradan əvvəl 1-ci minillik, yəni eradan əvvəl 9-cu əsr hesab olunur. Uşaqlar, mən sizə əsas olanları izah eləmək istəyirəm. Manna əsasən quruluşuna görə monarxiya idi və Manna adını ilk dəfə eradan əvvəl 843-cü ildə 3-cü Salman Sarın Mixiyaz kitabəsində rast gəlmişdi və eyni zamanda eradan əvvəl 829-cu 3-cü Salman Sarın sərkərdəsi olan döyüşdə deməli burada hökmdar ilk Udakinin adı və paytaxt İzurtun adı çəkilmişdir. Yazıcıdan çıxarmışsam eradan əvvəl 843-cü ildə Mannanın adının çəkilməsi və eradan əvvəl 829-cu ildə Udaki və paytaxt İzurtun adının çəkilməsi. Yaxşı, bunu qısa konspekt edirsiniz özünüzə. Dediyimiz kimi Manna quruluşuna görə, ictimai quruluşuna görə quldar, siyasi quruluşuna görə isə monarxiya dövləti idi. Əsasən burada biz sizə nə izah eləyək? Məsəl üçün, ilk hökmdar kim idi dediyimiz kimi? Udaki olmuşdu. Və onun adını ilk dəfə rast gəlindi 3-cü Salman Sarın sərkərdəsi olan döyüşdə. Daha sonra uşaqlar, mən sizə hökmdarları bir-bir izah eləyəcəm. Hansı ki, ilk hökmdar dediyi Udaki oldu. İlk, amma ən güclü hökmdar kim olmuşdu? İranzu. Hansı ki, onun hakimiyyət illəri eradan əvvəl 740 və 719-cu illəri əhatə edir. İranzunun əsasən hakimiyyətə gələrkən 2 dənə məqsədi var idi. Birincisi o idi ki, o mərkəzi hakimiyyəti gücləndirmək idi. İkinci məqsədi isə Mannanı xarici hücumlardan xilas eləmək idi. Və o hakimiyyətə gələn zaman canişini sistem yaratdı və dövlətin mərkəzləşdirilmiş dövlətə çevrildi. Bu İranzunun dövründə əsasən burada Urartu dövləti var idi ki, hansı ki bu Urartu dövləti Manna ilə müharibə aparırdı və bu zaman Mannanın köməyinə Aşur dövləti yardım edirdi. Aşur dövləti hökmdarı isə 2-ci Sarqon idi. Eradan əvvəl 735-ci ildə bir döyüş oldu. Bu döyüşdə əsasən təbii ki Urartu və Aşur arasında oldu və sonda Aşur qələbə çaldı. Bu da təbii ki Mannada həlledici rol olmuşdu və Aşur hökmdarı 2-ci Sarqon eradan əvvəl 719-cu ildə Mannaya yürüş edir. Bunun səbəbi nə idi? Bunun səbəbi o idi ki, eradan əvvəl 719-cu ildə Şandaql və Durduqqa şəhərlərində Urartu pərəst canişinlər tərəfindən Manna hakimiyyətinə qarşı qalxmışdılar. Bu zaman Mannada 2-ci Sarqon təbii ki özünü göstərmək istəyirdi, belə o dildə desək, yəni öz mövqeyini gücləndirmək istəyirdi və bu yüzdən elə gəldi İranca kömək elədi və bu döyüşdə, bu üsyanda da 2-ci Sarqon qələbə qazandı və bundan sonra hakimiyyətə təbii ki İranzunun oğlu Aza gəldi və böyük oğlu idi Aza. Deməli, Azanın hakimiyyət dövrü eradan əvvəl 718-716-cı illərə əhatə edir. Onun hakimiyyət dövrü əsasən biraz daxili çəkişmələr yerinə gözləmişdi. Aşurla ittifaqda idi, amma təbii ki 716-cı ildə Uaş, yəni indiki Səhət dağı ətrafında olan döyüşdə Aza öldürüldü və Azanın hakimiyyəti əsasən çəkişmələr dövrü hesab olunur. Azadan sonra hakimiyyəti gəlir Ulusunu. Ulusun hakimiyyətə gəlməsi əsasən biraz qəribədir. Çünki onun hakimiyyətə gəlməsində 1-ci Rusa, yəni Urartu hökmdarı kömək eləmişdi. Eradan əvvəl 716-680-ci illəri əhatə edir onun hakimiyyət illəri. Bu ona görə yəni Ulusun hakimiyyətə gəldi. Çünki onu 1-ci Rusa gətirdi. Nə müqabilində 22 Manna qalasını məhz Urartuya vermişdi Manna. Sonra elə oldu ki, Aşur bundan xəbərdar oldu ki, Manna Aşurla ittifaqdan çıxıb və o Urartu ilə dost olub.
və o qəzəbləndiyi üçün 2-ci Sarqon bura eradan əvvəl 716-cı ildə yürüş edir. Bu yürüş zamanı təbii ki, Mannanın paytaxt şəhərləri və bir neçə ərazilər yandırılaraq qarət olundu. Bundan sonra artıq təbii ki, Ulusunu 2-ci Sarqondan ittifaqı yenidən bərpa etdi və eradan əvvəl 714-cü ildə yenidən 2-ci Sarqon bura yürüş elədi. Bu zaman yürüş eləməmişdən qabaq 2-ci Sarqon və Ulusun arasında eradan əvvəl Sirdaqqa şəhərində 714-cü ildə Sirdaqqa şəhərində müqavilə bağlandı. Bu müqavilənin şərtinə görə Manna Aşşura xəzinəsə xərac ödəməli idi və Aşşur da ona təminat verir ki, mən səni qoruyacağam. Aydındır. Və eradan əvvəl 714-cü ildə Urartu və Aşşur Manna uğrunda müharibəsi zamanı Aşşur qalib gəldi və Urartu neynəldi? Mannadan qovuldu və 1-ci Rusa bu məğlubiyyətdə dözməyib özünü öldürdü. Sonra uşaqlar gəlirik kimi Aşşerin dövrünə. Əsasən Aşşerin dövrü eradan əvvəl 675, 650-ci illər əhatə edir. Bu hakimiyyətə gələn zaman ulusu kimi bir səhv eləyir. Yəni Aşşurun ittifaqdan çıxır, gedir Midiya və İskir şahlığı ilə ittifaqa girir. Bunu eşidən Aşşur hökmdarı Aşşur Banipalı qəzəblənir və Mannaya yürüş edir. Bu yürüş zamanı Manna və onun ətraf şəhərləri neyinir? Yandırılır, qarət olunur və bu zaman 650-ci illərdən əvvəl əhali üsyan qaldırır Aşşeriyə ki, sənin hakimiyyətin pisdir və bu səbəbdən Aşşeridə xalq üsyanı zamanı nə olur? Öldürülür. Sonra hakimiyyətə gəlir ki, Aşşerinin oğlu Ualli eradan əvvəl 650-630-cu ildə. O Aşşurun ittifaqı yenidən bərpa elədi və Manna Aşşur münasibəti nə oldu? Yaxşılaşdı. Fəqət eradan əvvəl 590-cı ildə, yəni 6-cı əsrin eradan əvvəl 6-cı əsrdə Manna Midiya tərəfindən süquta uğradılır və Mannanın hakimiyyəti bitir. Mannanın gələk biz nəyə? Manna əsasən dağlıq ölkə idi. Məşğuliyyəti əkinçiliyi idi. Daha sonra burada var ki, Subi vilayəti at yıxıları ilə məşhurdur. Mannada əsas 2 dənə məsələ var idi mədəniyyətdə. Həsənli və Zibiya tapıntıları. Həsənli və Zibiyadın tapıntılar göstərir ki, Mannada metal işləmə sənəti yüksək inkişaf edirdi. Həsənlidə nə tapılmışdı? Qızılcan, parça qalıqları və iri şərab küpləri. Ziviyədə isə gümüş sini və riton tapılmışdı. Həsənlidən tapılan tapıntılar nə idi? İnsanların dini görüşlərini əhatə edirdi. Ziviyə tapıntısı isə burada həm Mannada hieroqlif yazının olduğunu sübut edir. Və həmçinin bu tapıntılar dedik nədir? Mannada metal işləmə sənətinin yüksək inkişaf elədiyini göstərir. Mannanın dini isə çox tanrılı idi. Əsasən onlar günəş, ay, külək Allahına inanırdılar və burada dirlik ağacı var ki, hansı ki onlar ilə birlikdə ki, təbiətin ölüb dirilməsinə, qədim insan axirətə inanmasını təcəssüm edirdi. Bu qədər uşaqlar.